الان هیچ احساس ناراحتی یا گناه میکنی؟ الان که فکر میکنم که عملی انجام نمیدم. همونجور گفتم که پشت در حیات بود، رفتم تا سر کوچه برگشتم دیدم داره نفس میشه. Bu dəqiqə. Düz bu dəqiqə ki siz bu videoya klik elədiniz. Bu dəqiqə biri ölüb. به من میگه قاتل، ولی اخبار روزنامه نوشته قاتل زن خیابونی، اصلا پشتم برگشتم. Salam dostlar, necəsiz? Çox xoş gəlibsiniz bizim bu videoya. Dostlar, mən bu gün nəmə gəldim sizə öz vətənimizin, öz ölkəmizin neçə dənə qatillərini tapdım ki, doğrudan əgər eşitsəz deyirsiniz, bir özü bir dənə ayrı cəhənnəmdir. Hərçənd mənim cəhənnəm deməmi ayrı bir daha məniyə almayın, çünki hər yandakı yaşayırıq olan özünün bir daha cəhənnəmi vardı özünə görə. Bir yerə getməyin, qalan video like edin, channeldə də subscribe edin. Gedək videonun dalsın. Əvvəlimizin qatilimizin adı Səid Hənaid. Şayad bu qatilin adını çox yerlərdə eşitmiş olasınız, çünki bu qatilin qəziyyəsi doğrudan həm gülməlidir, həm əslən ağılsızlıqdır. Səid Hənaid da Məşədin şəhərlərinin birində sakin idi. Yəni özür deyim ki, məntəqələrin birində sakin idi, olan birində qalırdı. Hududən dəhi 70, yəni 70-lərin axirlərində polis neçə dənə xan xeylərin cəsədini tapır, ölmüş bir dənə bədənlə. Polis çox araşdırır, çox alvalidir, çox axtarır görə bunlar kimdir, nədir, qəziyyəsi nədir, əslən neçə nəfər öldürüb, tək öldürüb, cüt öldürüb, müşəxəs olunur. Bəd az neçə müddət sonra Səid Hənaidyə bu işdən pey aparırlar və bilirlər ki, budur. Yəni Səid Hənaid bevləm adamı, bevləm xanım öldürüb. Təslim tuturlar ki, Səid Hənaid hər cəsarətər, hər yanı nə qədər teztər, yaxçıdır, dəstgir edirlər. Bəd az 17 gün sonra ki, polis müdavim axtarırdı, yəni Bekul axtarırdılar, tapırlar. Bəd az 17 gün sonra Səid Hənaid dəstgir edirlər və gətirirlər Bazı Suriyə. Səid Hənaid hududan 16-17 daha qətli boynuna alır ki, bunların hamısı ya xanım imiş, ya uşaq imiş. Ki, əksərən xanım imiş. Uşaq da ki, deyəndə, yəni bəzi xanımlar ki, yəni uşaqları var idi, hamilədilər öcür deyirlər. Yəni onlar ki, ölüb, uşaqlar da bunlarla bağlı ölüb. Səid Hənaiddən acalib bir şeyi etiraf edir. Polis deyir nəyə? Səid Hənaid cavabda deyir ki, mən bu şəhərə bir məmuram ki, gələ təmizlik. اهمیتی نداشت که یک مثلا آدمی یا مثلا چیزی میگم که اگر حیوان بود بیشتر دلم میسوخت. Və neçə gün sonra bu ağanın, yəni bu Səid Hənaidin edamı gəlir və edam olunur, qutulur şeydir. Dostlar, çox qatillərin qiyafələrini adam müşəxəs eləyə bilər ki, məsələn, bunun qiyafəsi xəşindir ya o arqalarında yeyir. Bəli, bəzi adamlar qiyafəsi çox sadə və sakit olur. Dərin hal, o qiyafənin dalısında görsən bir daha canavar yatır. Pəs, vazib olsun. İkinci qatilimiz Əsqər qatil. Tarix 1300 Tehran. Hududan neçə vaxtdır ki, uşaq qətli çoxalır və nə qədər uşaq cənazəsi tapılır bu Tehran hər şəhərindən ki, doğrudan hərəsinin ayrılıqda qorxmalı qəziyyədə. Bu qəziyyə o qədər qorxmalılaşır, polis təsmin tutur da işin dalsın, möhkəmdən yapışır. Çünki uşaqların qətli 15 nəfəri rədd edilmişdi. Polis peygir olur və bu ağanın, yəni əsgər qatili tapır. Bədə neçə müddət ki tapır, əsgər qatil deyir ki, mən əvvəl uşaqları oğurlaydım, bir daha onlara sən içdən, sən içdən, hər nəmin yeməli. Verirdim, quşdan aparırdım və gətirirdim evimə. Qatil əsgərin qiyafəsini görsəniz, deyirsiniz ki, baba bu əsgər şahid qıçı-qıçına dolaşır. Hələ həmən adamın üzünün dalısında elə şeylər var ki, doğrudan pis qorxmalıdır. Üçüncü qatilimiz Bicə. 1383 ilin tərəflərində kəndlərin çoxunda iddia olunur ki, uşaqların çoxu yox olur. Nocavanların da çoxu yox olur, cavanların da çoxu yox olur. Bəli, müşəxəs sədiblər ardı idi. Heç vaxt da müşəxəs olmadı. Ta vaxtı ki, üzə çıxdı. Amma qəziyyənin dalısı bu deyildi. Əksərən uşaq qətli idi. Əksərən nocavan qətli idi. Necə qətl edildi? Dayanın deyim, baxın. Gedirdi oyuna, oynaya bilələri ilə. Oradan tez qıraqlarını vızırdı, gətirirdi. Bədə də şu gətirirdi, hamısını dənədinə öldürürdü, qətlə yetirirdi. Və
O qətlidə qalmırdı, bədənlərin üzvlərini alıb satırdı. Və 3-4 gün sonrası edamı gəlir və tez onu edam eləyirlər. Yəni biləcək deyim ki, əgər bizim ölü uşaqlarımıza rast gəlsəydi, biz də ölmüş hesab edirik. Yəni siz bir dərsə də özünüzü qoyun uşaqların yerinə. Görün nəticə olarsa, o cavanların yerinə görün nəticə olarsa. Dostlar, 3 dənə mən sizə pərvəndə təriflədim ki, öz ölkəmizin pərvəndələri idi. Əgər söyübsüz, kommentlərdə istəyin, istəkli olun, mən də gəlim kürənizi kəsim. Ta o birisi videoyacan sizə Allah'a tapşırdım. Görüşərik.